Nəyə görə? O məndə qalsın. Səbəb nə idi? O məndə qalsın. Lazımdırsa özümə deyə bilərəm səbəbi nə idi. Yoxdur da. Nəyə görə olubdur bunlar? Hamısını mən yaxşı bilirəm. Net də bilirəm ki, düzəm. Düzgün bir mövqeydə olmuşam. O çox deyirəm, bu yoxdur. Var idi, var idi. Amma müəyyən şeylər var ki, oyanmışam. Və 50 dəfə danışırsınız ki, bitti. Elə ancaq mövzu məndən gəlir. Niyə? Səbəb nədir? Bitir də. Adam tüpürüm edib, çıxdı, getdi. Yalanmaz. Qürurdan danışıb qürursuzluqluq eləməz bəziləri. Primə görə ehtiyac deyil. Oturun, maraqlı yayınımızı aparın, maraqlı söhbət edin, həyatınızı yaşayın, qismətinizdə, taleyinizdə nə var, o da olacaq. Səbəb nədir ki? Açığını danışaq da. Məsəl üçün, baboşla bizim PK-larımız olub da, dostluğumuz olubdur. Bir dəfə sözümü deyirəm, səbəb nədir? Ay prim yığım, aynı. Bir dəfə danışıldı, o oradan dedi, mən buradan dedim, mövzu bağlandı. Hələ öz işində gücündə, o öz yayını aparım, mən öz... Məsəl üçün, Ləmanla bir dəfə dalaşa, bir dəfə o dedi, bir dəfə də o. Hər dəfə üstündə bir də çöküş yaşayan kimi söz atılmır. O barədə mövzu qayıtmır. Mən bütün izləyicilərim deyir ki, görür yayını qalxmır, səndən danışır ki, biraz şey eləsin. Amma danışıb da məni əzik formada göstərib, özümüzü yüksək formada göstərməyib. Belə lazımdırsa, bəzilərimizə deyirəm, mən sizdən yüksəkdəyəm. Sizin əyri-üyrü, qara niyyətli fikirləriniz var, mənim təmiz ürəyim var. Qıraqdan özünüzü elə göstərirsiniz ki, realdan tanıyanlar məni bilir, mən nəyə deyirəm. Qıraqdan elə özünüzü göstərirsiniz ki, kabutdur, sakon ürəyə gedir. Bura yayındır. Ola bilər, biraz maraqlı yayın aparırıq, deyirik, gülürük, danışırıq. Mən valla elə şeylərin aciz olmamışam. Bilənlər bilər ki, bəziləri özü elə göstərir ki, yalvaran tip mənəm. Amma real bəzi insanlar dəqiq bilir ki, yalvaran tip kimdir. Müəyyən inşallah ki, bununla da xitam olar. Danışmaz. İlgəndi mi Quran onda olsun? Bizdim ya. Nə olur ay Allah, ona yaxşı pul yetir, yaxşı bir dənə kişi yetir, cinədik, buradayıq. Quran onda olsun buradayıq. Canımız qutarsın da, dayda. Bomba göstərəndə bilmirdiniz, bəs nə vaxtsa da hiss gələcək sizə. Primi işləyib məni alçatmaq kimi hərəkətlər edəndə, ayda qoy buna bir dənə od qoyum. Eləyən adam. Yayın qalxır, dəstəkçi zat yoxdur. Ay Allah. Eləməz. Mövzuda buna tulla dediği bütün gün ondan danışmaz. Üç kulağı yoktu. Prim istiyordum, bu da sənin üçün prim. Mənim şəxsən qürurum, yəni mən tüpürdümsə, deyərəm, bax, mən heç vaxt efirdə deməmişdim. Açıq-aşkar efirdə deyirəm ki, mənim sənə qarşı hissim yoxdur. Və dəqiq də bilirəm ki, bizdə heç vaxt alınmayacaq. Mən bunu ilk dəfədir demişəm. İndi yaşayaq görək, mən bu sözün ağasıyam, yoxsa yox. Qismət. Qismət. Yaşayaq görək, mən ilk dəfədir mən deyirəm. Gelin topuzla oluyor.
Əcəb zordular. Çatan üstümdə prim yığır, özlərini bomba göstərir. Bilirlər axı, məni levelli adamlar zətdə yüksək səviyyəli insanlar izləyir. Məni də pis çıxarlar. Xeyr ola. Danışmayın məndən. Mövzu atmayın mənə. Bezimi, çıxın da həyatımdan. Lazımsa xətrimizə deyən sözlər deyək, da bir dəfəli danışmarsınız. Kimlər ki danışacaqsa, vallah mən sakoyam. Mənim sizin qarşınızda gözü kölgəliyim yoxdur. Xətrinizə deyən bir-iki nə söz deyəcəm, bağla. İstəmirəm axı deyəm. Eləməyin də, öz həyatımızı yaşayın. İnanmam ki, qüruru olan, üzdə olmayan şəxs bu söhbətdən sonra bir də belə söhbətlər eləməz. Yox, qarneşi söhbət edəyərsə, məlum məsələdir ki, nədir? İnsan üzlüyünə çalar bu söhbətdən sonra nəsə danışar. Özüm də qəsdən repost elədim ki, biləsiz nə mövzudur. Bu. Mən ilk dəfə də dedim ki, mənim hissim yoxdur. İndi baxaq görək. Bir dəfədir mən bu sözü dedim. Görək. Mən sözümün ağasıyam yoxsa yox. Sağlıq olsun. Buna prim demirlər. Buna gözdən düşmək deyirlər. Əgər belə prim yığmaq istəyirsənsə, bu gözdən düşəcək. Nə qədər belə hərəkət elədiyəcəksən, yayın qalxızmayasan. Sadəcə özünü tanıtdırarsan ki, salam meleki. Bu mənə. Allah hamd olsun, belə yayın qalxmır. Yayın səmimiyyətlə qalxır. Yayın deyib gülməklə qalxır. Vəssalam sözümü dedim, bir dəfə deyirəm. Məndə yoxdur elə söhbət ki, nəsə edəyəm. Gedin, xahiş edirəm, normal yayınımızı aparın. Öz həyatınıza baxın. Tabi məndən əlinizi üzün, nəsə ümid edirsizsə, qəti mümkün deyil. Nəsə aranı, münasibəti düzəltmək istəyirsinizsə, bir kəlmə deyə bilərəm. Əgər belə fikirdəsizsə, qürurunuz olsun. Yaxın gəlməyin mənə. Bəzilərinə aiddir. Bax, dedim. Mən dedim. Mən dedim. Məndən demək. Bir dənə də belə eləyirəm ki, əl çəkər əliyi. Burama and olsun. Mən neyiniyim ki, gözdən düşüm, nifrət eləsinlər ki, əl çəksinlər. Huy Allah! Necə bilə düşmüşük? Bəs qurban olam. Bilmirdiniz ki, məni tullamanla özümüzü müvəqqəti yayınımız qalxacaqdı. Sadəcə indi maraqdır da. Biz bilmirdiniz ki, nə vaxtsa enişimiz olacaq. Hələm fırlanıb əmniyə möhtac olacaqsınız ki, bir söz atım yayınım qalxsın. Çünki o potensial, o ağlı yoxdur sizdə. Yayını aparasınız, sıxıcısınız. Biz bilmirdiniz. Və adam elə yer qoymalıdır ki,
bir sabahları salam verə bilərsən. Bunu fikirləşmirdiniz. Biz fikirləşmirdiniz, bir insandan da bir ayaq yeri qoyulmalıdır. Ayaq yeri olmalıdır. Mən net demişəm, mən konkret sözümün davasıyam, yaşayarıq görərik. Sağlıq olsun, zamana bıraxın, mən deyəcəm. Sözümün davasıyam, yoxsa yox. Öz həyatıma baxan insanım. Vəssalam. Çox böyük də danışdım. Bir kəlmə dedim ki, əgər niyyətiniz mənlə yenə də yaxınçılıq eləməkdirsə, qürurunuz olsun. Konkret. Nəyə görə onu deyirəm? Mövzu əgər bitibsə, məndən danışmayın da. Əgər danışırsınızsa, deməli mənə söz atmacalar, zatlar atır, aranı yaxınlaşdırmaq istəyirsiniz. Mən də bunu qəbul eləmirəm. Bitirən zaman o zamandır ki, nə onun haqqında söz atırsan, nə bir şey deyirsən, danışmırsan, qutarır gedir. Siftə bəli, müəyyən sözlərim var idi ki, onları lağlağıya verib danışmışım. Ciddi nəsə söz atma falan olmayıb. Çünki mən də səni qəbul eləmirəm. İstəmirəm də qəbul edə bilmirəm. Səbəbi özümdə qalsın. Ağıllı olanım mən. Ayaq sayıq olanım mən. Səbəbi məndə qalsın. İstəmirəm sadəcə. Söz oğlum, sən deməli söz atırsansa, atmacalar edirsənsə, sən meyilin var ki, ürəyin məndə qalır. Əgər ürəyin məndə qalmayıbsa, cəmaata sübut eləmək istəyirsənsə, heç vaxt mən barədə nə atmaca elə, nə söz danış bir şeylə. Burada 50 dəfə yazırlar, arada bir nəfər söz deyirəm, dostumuzdur. Fırlatdım. Yayıncı olur ki, riski yazırlar, adımı çəkirlər ki, falan kəs, deyirəm, dostumuzdur. Yola verdim, getdi. Artıq söhbət eləmədim. Dəfələrlə mənim izləyicilərim şahiddir. Olub olmuyor uşaqlar. Bundan sonra nə anlam ki, bir də belə bir şeylər eləməz. Qutarsın, geçsin də da. Prim idi, verdik. Get biraz da yayını qalsın, yayını var. Bu da sənə prim. O çörəyimi yemirəm, söz başlayırım. Deyək külək danışaq. Qızıl anarqı. Söz, mən bir dəfə danışıram. Onu da danışdım ki, bir də belə söhbətlər eləməsin. Yəqin ki, eləmək. Birinci mən danışmamışam. Kaydı görmüşəm, repost edib kommentdə qoymuşam. Heç vaxt mən kimiz arxasıcan danışmıram. Öz deyib gülməyimiz yardımımız olur. Neyse, bu mövzunu bağladım. İnşallah ki, başqa söhbət olmaz. Olarsa mən hazıram.
Öz həyatıma baxan adamam başladığını. Mən 3 ay bundan qabaq qərar vermişəm. Xaçlıq başım var, yaxşı. Şirin qız, bu nə söhbət dediysən? Nolon1 i.k. Salamatçılıqdır səndə. Adın onu bloka. Bir kəlmə sözümüzü dedi, qutardı, getdi. Elə buna bax, Türkiyə bax, gəlir şey deyir. Sən and verirəm Allaha, bir dənə bunun paxotkasına bax. Baba. Bunun paxotkasına bax, bir dənə, qurbanım. Vida bax. 25 ma. Kafe. Kafe də ona bax. Kafe. Şotu ver, çıx. Gördünüz? Hadi biabır oldun mu? Tanıdılar mı seni? Kakaz nezarette de götürürler. Onsuz da yayınımız nezarettedir. O bəzilərimiz ağzımıza gelen yazırsa. Elə tapırlar sizi, elə tapırlar sizi. Elə tapırlar. Elə tapırlar sizi. Çox xəbərimiz olmur sizin. O kommentdə təhqir edənlər, zatlar canlıda təhqir. Elə qəşəng tapılır. Sizin prosta xəbəriniz olmur. Belə sosiallaşmır da. Özüm qəsdən hər dəfə belə sabit deyirəm ki, bilirəm yayınımda nəzarət var. Radara düşsünlər, payları verilsin. Tapılmır, Quran and olsun tapılır. And ol Allaha. Kommentdə yazırlara, kommentdə zatda da yazırlara. Şəxsən inzibati məcəllə maddəsindən təsdiqləndirilir. Kommentdə ya, fake-lə yazıbdır. Mümkün deyil. Bunu da hamısı